Bir çox insan arıqlamağa qərar verir və çörəyi həyatından çıxardır və həyatına çörək yerinə xlipsi əlavə edir. Bu nə dərəcədə düzgündür? Müxtəlif növ xlipsilər vardır. Qarabaşaqdan, düyüdən, buğdadan və s. Gəlin ilk növbədə baxaq görək xlipsi nədir və necə hazırlanır. Bu dənli bitkiləri pres altında yüksək temperaturlara qədər qızdırırlar. Və bu qızdırılma nəticəsində popkorn kimi onlar da partlayır. Yəni necə ki qardıqalını isidəndə o popkorna çevrilir, eləcə də yediyiniz xlipsi buğdanın, qarabaşağın və yaxud da ki düyünün popkorn halıdır. Yəni yediyiniz yenə də çörəkdir. Tərkibi, glisemik indeksi, hər bir şeyi eyni ilə çörəkdə olduğu kimidir. Bir tək fərqi nədir? Bir tək fərqi tərkibində olan suyun miqdarı çox azdır. Yəni xlipsilər quru halda olduğu üçün o qədər də çeynənilməsi rahat deyil. Və avtomatik olaraq ağızda çeynənilməsi narahat olduğu üçün bu məhsuldan daha az yeyirik. Və psixoloji olaraq özümüzü inandırdıqda isə bu çörək deyil, xlipsidir, bizə daha rahat olur arıqlama prosesində. Ancaq xlipsinin çörəkdən kimyəvi struktur baxımından heç bir fərqi yoxdur.